Bugün nasılsınız orada, hörmətli izləyicilərim? Səbəb bilirsiniz, ay kişi, hamının evi var da, kim küçədə qalır ki? Amma heç kimin belə bir evi yoxdur. Sizə elə bir təqdimat təqdim edirəm. Bu çaylıq deyil. Yəni, baxın da, görün evdə nə var, nə yox, qoyun qabağımıza. Bu təqdimata, bu reklama baxın. Sizə Koni MMC-nin yeni layihəsi olan kapsul evlərini təqdim edirəm. Belə yanbayan düzülüb qatar kimi. Biraz rəsmi təqdim elə. Dedim abi deməyə bax. Nə rəsmiyyət? Mən rəsmi təqdim edə bilmirəm. Budur. Malımız budur, dəyərli izləyicilər. Deməli, buradan kodu yığırsan My Life. Yəni, mənim sevgim zat. Belə bir açırsan bunu. Yəni, Avropada filan, YouTube'da görmüşsünüz də belə şeylər, dəyərli izləyicilər. Yəni, mən sizə bir detallı şəkildə təqdim edeyim. Bura zaldır. Zal otağıdır. Pərdələr pultla açılır. Həyatdır da. Bir dəfə gəliyə dünyaya. Vallahi pulu yığmağın nə mənası var. Xərcə də belə şeylərə də. Gün gör də, anı yaşa. Panoramik lük açılır, işıq düşür. Hoqqa deyə bu. Bura bunun, üzr istəyirəm, hamam tualetidir, sanitar qovşağı. Dubayda bir dəfə salam vermişdim, bütün video partlamış şəhərdə. Bu da ondandır, temadır. Belə eləyirsən, açılır, su gəlir, özü, optionda. Keçək buradan yavaş-yavaş sizə romantik yataq otağını təqdim edeyim. Burada da mərkəzi havalandırması, pultla idarə olunan, pərdəsi, hər şeyi var.